Vaxtınız xeyir, xoş gördük. Sevil xanım, Rusiya-Ukrayna cəbhəsindəki vəziyyətə nəzər yetirdikdə yenə də biz gərginliyin yaşandığını görürük. Rusiya ərazilərinə, Rusiya daxilinə doğru hətta sirayət edən bir müharibə var və Avropa İttifaqından, Amerika Birləşmiş Ştatlarından dəstəyin əsirgənmədiyi Ukrayna savaşır Rusiya ilə. İndiki mərhələdə, yəni səhər saatlarından da gələn xəbərləri nəzərdə saxlasaq, Rusiya-Ukrayna cəbhəsindəki vəziyyətin qarşıdakı günlərdə hansı müstəviyə gələcəyini deyə bilərik. Vəziyyət belədir ki, yəni Ukrayna və Rusiya cəbhəsindəki döyüşlər get-gedə şiddətlənir. Və bu şiddətlənmə müharibənin dinamikasının daha da artımı, tərəflərin biri-biri ilə daha çox təhdid dilində danışması, yəni bunlar hamısı sürətlənir və bu fonda biz artıq beynəlxalq birlikdə də yəni müəyyən mənada maraqların kəsişməsini və maraqların bölüşməsini görürük ki, bu özü də təbii ki, çox təhlükəli bir tendensiyanı formalaşdırır. Ümumən müharibənin bundan sonraki inkişaf trayektoriyasında. Bəli, siz çox düzgün buyurdunuz ki, bugün artıq müharibənin Rusiya ərazisinə daha çox keçirilməsi ilə bağlı Ukrayna tərəfindən sürəkli addımlar atılmaqdadır və sərhəd bölgəsinə hücumların olunması, məsələn, Rusiya artıq 19 nəfərin Rusiya ərazisində tələfatı ilə bağlı rəsmi məlumat da yayıb. Bu o deməkdir ki, bəli, artıq müharibənin gedişində yeni bir taktika formalaşdırılmaqda və inkişaf etdirilməkdədir. Xüsusilə söyləmək lazımdır ki, bugün beynəlxalq birlikdə də Rusiyaya qarşı olan qüvvələrin tam və qəti konsolidasiyası baş verməkdədir. Əgər xatirinizdədirsə, Birləşmiş Ştatların yeni prezidenti Donald Trump'ın hakimiyyətə gəlişindən sonra müəyyən mənada Rusiyanı danışıqlara cəlb etmək və Ukrayna ilə bağlı danışıqlar prosesində sülhə nail olmaq üçün hər iki tərəfin güzəştli addımlar atmasına bağlı gözləntilər var idi. Amma biz artıq bugün Lukoil və Rosneftə nəinki Avropa Birliyinin, belə deyək, Avropanın aparıcı ölkələri tərəfindən, eyni zamanda Birləşmiş Ştatlar tərəfindən də sanksiyaların həyata keçirilməsi, yəni bu artıq bilirsinizmi, sanksiyaların ən üst səviyyələrindən biri kimi qavranıla bilər. Çünki Rusiyanın Avropaya və ümumən Qərb düşərgəsinə təzyiq vasitələrindən biri məhz enerji təchizatı ilə bağlı idi və bugün əgər Avropa və söylədiyimiz kimi Birləşmiş Krallıqlar və Birləşmiş Ştatlar Rosneft və Lukoil'a qarşı bu cür sanksiyaların həyata keçirilməsinə bağlı artıq qərar qəbul ediblərsə, demək daha şiddətli faza və arxa fonda gedən danışıqlarda heç cür konsensusun olmaması ilə bağlı prosesə bir işarə kimi anlaşılmalıdır. Eyni zamanda, yəni müharibə irəlilədikcə biz artıq daha təhlükəli gedişatlarla rastlaşırıq ki, bu müxtəlif yeni silahların testdən keçirilməsi, sınaqdan keçirilməsi və hər iki tərəfdə belə bir artıq ritorika formalaşıb ki, yəni əvvəl hansısa bir kanonlar gözlənilirdi, amma bugün artıq bu kanonları rəsmi şəkildə, yəni ölkənin hətta birinci şəxsləri tərəfindən də bu vurğulanır ki, artıq yəni heç bir konvensiya gözlənilməyəcəkdir və burada mən xüsusilə qeyd etmək istəyirəm ki, Rusiyanın yeni kəşfi Buravesnik nüvə içlikli raketlərdən istifadə olunması artıq Birləşmiş Ştatlar tərəfindən də bir təhlükə kimi qarşılanıbdır və Donald Trump elə ötən gecə bununla bağlı bəyanatla çıxış eləyib və Rusiyanı beynəlxalq öhdəliklərə qayıtmağa çağırışlar da var ki, bildiyiniz kimi burada artıq ballistik raketlərlə bağlı konvensiya razılaşma var idi. 2001-ci ildə düzdür Birləşmiş Ştatlar həmin o razılaşmanı tərk etmişdi, amma Rusiya hələ də bu konvensiyalarda üzv olaraq qalır və bütün bunlara baxmayaraq, yəni nüvə içlikli xüsusi təyinatlı və uzaq məsafələri vura bilər bu raketdən istifadə və bunun açıq şəkildə söylədiyimiz kimi Rusiyanın hərbi hakimiyyəti tərəfindən də elan olunması eyni zamanda qarşı tərəfi də sövq edəcəkdir ki, yeni tamamilə istifadə olunmamış silahlardan istifadə etsinlər. Bu təhlükəlidirmi? Təbii ki, təhlükəlidir. Çünki Rusiya bir daha elan etdi ki, onda artıq immunitet formalaşılır, sanksiyaları, yəni əgər biz fikir versək 2022-ci ildə Avropa
Avropa Birliyinin yekdil qərarı o idi ki, Rusiyanı iqtisadi cəhətdən zəiflətməklə müharibənin gedişində müəyyən üstünlüklər əldə etmək mümkün olacaqdır. Amma bugün baxmayaraq ki, Ukrayna tərəfində patriotik ruh yüksəkdir, baxmayaraq ki, NATO alyansına daxil olan dövlətlər tərəfindən tam şəkildə texnika ilə təchiz olunur, maliyyə yardımları edilir. Amma bütün bunların fonunda, yəni Rusiya az və ya çox irəliləyir, işğal altında olan torpaqlar azad olunmuyubdur və Rusiyanın şərtləri və tələbləri get-gedə də daha da belə deyək ki, güclü bir ton almaqdadır ki, yəni bu artıq onu göstərir ki, Rusiya özünə əmindir və bu ölümdürüm savaşı kimi bir belə deyək mərhələdədir.